Milli Məclisin yumşaq kreslosunda mürgüləməkdən boyunları yoğunlayanlar ayda minlərlə manatlıq fəaliyyətsizlik maaşını cibinə qoyub xalqa ağıl verir. Uşaq pulu tənbəllik yaradır. Digər bir əxlaqsız deyir, doğub törəyib pul istəməyin. Bax, mən buna fərasət deyərəm. Adama elə gəlir ki, bu varlıqlar uşaq pulunu öz babalarının mirasından kəsib verəcəklər. Elə bil millət dövlətin büdcəsindən yox, bunların şəxsi cibindən pay umur. Tənbəlliyin nə olduğunu görmək istəyənlər Milli Məclisin iclaslarına baxsınlar. Kimin necə tərlədiyini, necə yorulduğunu və necə şirin-şirin yatdığını orada hamı açıq görür. Amma bura qədər hələ komediyadır. Faciə isə 18 il sonra başlayır. Həmin o tənbəllik yaradır dediyiniz bir qarnı ac, bir qarnı tox böyüyən kasıb uşağının 18 yaşı tamam olan kimi birdən-birə hamının yadına vətən düşür. Komissarlıq qapını kəsdirir, bəyan edir. Ya Allah, əskərliyə, vətən borcunu ödəməyə. Sən demə, bu uşaq doğulanda dövlətə borclu doğulubmuş. Bəs uşaq pulu tənbəllik yaradır deyən deputatların, məmurların, naspərvər balaları hardadır? Onların vətən borcu yoxdurmu? Əlbəttə yoxdur. Çünki onlar Londonun, Parisin küçələrində bahalı maşınların sükanı arxasında vətənpərvərlik dərsi keçirlər. Səngərdə donmaq, can qoymaq, şəhid olmaq ancaq o artıq doğulmuş ata-anası tənbəllikdən pul istəyən kasıb balalarının qismətidir. Kasıb doğsun, böyütsün, qorusun, canını versin, zillət vəkillərinin uşaqları isə xalqın puluna kef çəksin.